Salam dostlar, bu yeni bizik qarşınızda. Hədiyyənin hazırlanma qaydasını sizə göstəririk. Deməli, kiminsə ad günü münasibətilə təbrik etmək istəyirsinizsə, ona veriləcək nominalı müəyyən eləyib, çərçivənin ortasında kəsim xətti üzrə boşluq hazırlayırıq. Deməli, göründüyü kimi biz boşluğu hazırladıq, kəsdik, kağızı ehtiyatla çıxardırıq ki, zədələnməsin. Həmən boşluğa plasmas qabı yerləşdirilir, hansı ki təqdim olunacaq nominal o qabın içine yerləşdirilir. Bu qaydada gördüyünüz kimi birinci mərhələ yekunlaşdı. İçərisinə lazım olan nominalı qoyuruq və budur. Çərçivəniz tam şəkildə hazırdır. Çərçivənin tinlərini kəsirik ki, ucu şiş olmasın, batmasın, incitməsin və bu qaydada hədiyyəmiz tam şəkildə tinləri aval forma alır. Budur, hədiyyəmiz hazırdır. Əgər sizi də maraqlandırırsa, bu tip hədiyyələr müraciət edə bilərsiniz.